Salam, cərəyan şiddəti Ohm qanunu 3-cü testdə baxırıq. Sualda bizə deyir ki, en kəsiyinin sahəsi S olan naqil bükülərək yarımçevrə formasına salınır və uzunluq radiusda L-dirsə, naqilin müqaviməti nə qədər olur? Yəni neçə rho L S olar? Deməli, burada nə edirik? İlk öncə baxıram ki, sahəsi S-dir. Sahə S-dirsə, bu naqili istənilən formaya salırıqsa salaq, bu sahə dəyişməyəcək. Məsələn, deyək ki, kvadrat idi, çevirdik, elədik çevrə. Nə olursa olsun, sahə həmin sahədir. Ona görə sahə dəyişmir, S olaraq da qalır. İndi gəlin çevrə formasında bunun uzunluğuna baxaq. Çevrədə uzunluğu necə tapırdıq? Düstur necə idi? 2 pi r. İndi bu da yarım çevrə olduğu üçün 2-yə böldük, yerdə qaldı pi r. O zaman rho-nu olduğu kimi saxlayırıq. Çünki naqil həmin naqildir, xüsusi müqavimət dəyişməyəcək. L-in yerinə pi r yazırıq. P-ni bizə 3 verib. R-i də L ilə əvəz eləyirik radius olaraq. Sahənin də yerinə elə S-in özünü yazırıq. Və salam, bu da oldu 3 rho L bölünsün S. C variantı. İkinci sualda. İkinci sualdakı bax bu panel, bu naqil ikinci vəziyyətə, birinci şəkildən ikinci vəziyyətə gəlib çıxıb. Və bizə deyir ki, müqavimət neçə? Şəkil 1-dəki müqaviməti R-dirsə, şəkil 2-dəki müqaviməti soruşacaq bizdən. Nə edək? İlk öncə gəlin şəkil 1-dəki müqavimətə baxaq. Şəkil 1-də müqavimətdə rho L-in yerinə burada nə yazacağıq? Uzunluğun yerinə. Baxın, bax bu uzunluğun yerinə biz buradan bu 4A-nı yazırıq. 4A. S-in sahəni necə tapırdıq? 4A-nı vururduq bax buradakı A-ya. 4A. A-ya da vuranda olacaq 4A-nın kvadratı. İndi gəlin ikinci vəziyyətə baxaq. İkinci halda rho elə olduğu kimi qalır. Deməli, uzunluğun yerinə nə yazırıq? Bax, artıq bu səfər uzunluq sadəcə görürsünüzmü? Bax, 2A. 2A-dan ibarət oldu və salam. Sahə isə bu səfər də 4-ü 2A-ya vurmuş oluruq. Eyni uzuna vuranda tapırdıq da sahəni. 4-ü də vuranda 2A-ya olur 8A. Kvadratı ilə. İxtisarlarımızı aparaq. Rholar ixtisar olunur. Yuxarıdakı A-lar, aşağıdakı A-lar ixtisar olunur. Bunlar ixtisar oldu. 1 oldu. Buradan da ixtisar oldu. Deməli, 1 bölünsün 4 qaldı. Deməli, müqavimət 4 dəfə azalmış oldu. Aha, 4 dəfə azaldı, oldu 1 bölünsün 4, bu variantı. Gəldik 3-cü suala. Şəkildəki dövrədə K, L ucları arasında gərginlik 10 voltdursa, K, M ucları arasındakı gərginlik nəyə bərabərdir? Baxın, ilk öncə K, L arasındakı. Bax, burada biz bilirdik ki, K ucları arasındakı gərginlik 10-dursa, bax, bura 10-dursa və bizdən K, M ümumini soruşur. Baxın, U bərabərdir IR-dən ardıcıl birləşmə olanda cərəyan şiddəti hər yerdə eyni olurdu. Baxın, burada da eynidir, burada da eynidir. Deməli, biz baxacağıq gərginliyin R-lə, müqavimətlə asıllığını. İndi birinci halda müqavimət R-dir, ikinci halda 2R-dir. Gərginliklə müqavimətlə düz asılı olduğu üçün ikinci haldakı gərginlik 2 dəfə artıb olacaq 20. Bizdən isə ümumi gərginliyi soruşur. Ardıcıl vəziyyətdə ümumi gərginliyi necə tapırdıq? Toplayırdıq. 10-la da 20-ni topladıq, bizə verdi 30 C variantı. Dördüncü sualda. Şəkildəki dövrədə K, L nöqtələri arasındakı gərginlik. Bax, bu ikisinin arasındakı gərginlik U1-dir. L-in arasındakı gərginlik U2-dirsə və ümumi gərginliyimiz 30-dursa. Biz bayaq gördük ki, eyni bax, bayaqki sistemdir. Cərəyan şiddətləri eynidir. Gərginlik asılı olacaq yalnız müqavimətdə. Müqavimətlə düz asılı olduğu üçün 2-nin 1-ə nisbətində paylanacaq. 30-u da 2-nin 1-ə nisbətində paylananda 20 bura düşür, 10 bura düşür. Bu da oldu bu variantı. Beşinci sualda.
Şəkildəki dövrədə ampermetrlərin göstərişləri arasındakı münasibəti təyin edin. Ampermetr, bax bu paralel birləşmədir. Paralel birləşmədə bilirdik ki, gərginlik hər ikisində eyni qiymət olurdu. Cərəyan şiddəti necə tapırdıq? Cərəyan şiddəti bərabər idi, U bölünmüş R-ə. Baxırıq ki, onsuz da U-lar eynidir, gərginlik eynidir. Deməli, cərəyan şiddəti asılı olacaq müqavimətdən, həm də necə tərs asılı olmuş olacaq. Baxın, 3-ün 1-ə nisbətində. Ancaq tərsinə yuxarıda 3 i, aşağıda 1 i. O zaman deməli birincinin cərəyan şiddəti 2-dən 3 dəfə böyük olduğu üçün 2-ni 3-ə vururuq. Bu da oldu Y variantı. Altıda U1-in U2-yə nisbətini. 6-cı sualda deyir ki, U1-in U2-yə nisbəti. Bunu necə yazırıq? Baxıram ki, baxın, bax bu yuxarıda 2 dənə kondensator bir-biri ilə paraleldir. Paralel olanda bilirdik ki, gərginliklər bir-birinə bərabərdir. Və bu aşağıdakı da onlarla paraleldir. Yəni, baxanda üçü də paralel olduğu üçün hamısının gərginliyi bir-birinə bərabər olmuş olacaq. Ona görə də birin digərindən böləndə nisbəti bizə 1 verməlidir hər zaman. 6 bərabər oldu C variantına. Gəldik 7-ci sualda. Hər birinin müqaviməti 50 olan 4 dənə naqil əvvəlcə ardıcıl birləşir. Ardıcıl olanda nə edirik? Toplayırıq. Daha doğrusu sayına vururuq. Çünki eynidir axı. 50-ni 4 olduğu üçün 4-ə vurdum. Oldu 200. Sonra isə paralel birləşdiririk. Paralel olanda nə edirik? 50-ni 4-ə bölürük. İndi deyir necə dəyişir? Necə dəyişdiyini tapmaq üçün nə edirik? Başlanğıcda 200 idi, sonra 50 böl 4 oldu. Neynədir? Azaldı. Nə qədər azaldı? 200-ü bölərik 50 böl 4-ə. Bu da eləyər 4 vurulsun 4-dən 16 dəfə azalar. 8-də 25 dənə eyni materialdan hazırlanmış 100 ohmluq naqillər bir-birinə paralel bağlanıblar. Paralel olanda nə edirdik? Sayına bölürdük. 100-ü böldük 25-ə oldu 4. 9-da ümumi müqaviməti soruşursa bizdən, ümumi müqaviməti necə tapırdıq? 1 bölünsün R bərabərdir. 1 böl 20 üstə gəlsin 1 böl 5 üstə gəl 1 böl 4-dən. Hamısını ortaq vuruq 20-yə gətiririk. Aha, yuxarıda var 1. 5-i 4-ə vurmuşduq 20 olması üçün. Burada var 4. 4-ü də 5-ə vurmuşduq. Bu da oldu 5. O da oldu yuxarıda 10, aşağıda 20. Tərsinə də çevirəndə bu da bizə 2 verəcək. B variantı. Və ya istəsəz 2-2 də tapa bilərsiniz. Sürətdə vurub məxrəcdə toplayarsınız. 2-2. Necə rahat olarsa elə işləyərsiniz. 10-cu sualda. Baxın, elə bax, bu ikisi bir-biri ilə paraleldir. Paralel olanda müqavimətləri necə tapırdıq? Bunları sürətdə bir-birinə vururduq. Daha doğrusu eynidir. Baxın, heç ona ehtiyac yoxdur. Elə sayına bölə bilərik. 12-ni götürərəm sayına 2-yə bölərəm, yerdə qalar 6. Bu ikisinin əvəzində bir 6 var. İndi bunlar ardıcıl yerləşir. Ardıcıl olanda nə edirik? Toplayırdıq. 12 və 6-nı topladım, oldu 18. İndi isə baxıram, bu 18 ilə bu 18 bir-biri ilə paraleldir. Paralel olanda nə edirik? Sayına bölürük. 18-i də 2-yə böldük, 9 qaldı. On birdə şəkildəki dövrədə M, L nöqtələri arasındakı ümumi müqavimətin neçə ohm olduğunu hesablayın. M, L-in arasındakı. Hə, belə. Baxaq. Məsələn, bax, bu yuxarıdakı 2 dənə ardıcıldır. Ardıcıl olanda nə edirik? Toplayırıq, elədi 6. Bir dənə 6 qaldı. Aşağıdakı bu 2 dənə də ardıcıldır. Bunu da topladıq. Bu da oldu 12 və bax, bu üçü bir-biri ilə paralellik təşkil elədi. Onda nə edirik bunları? 1 bölünsün R-dən bərabərdir. Başladıq. Birinci 1 böl 6 üstə gəlirəm. İkincini 1 böl 4 üstə gəlirəm. 1 böl 12. Və hər ikisinin üçünü ortaq vuruğa gətirəndə nə olur? Hər ikisi 3-ü 6-ya gəlmiş, 12 daha doğrusu bir dəqiqə. 12. Hər üçünü 12-yə gətirdik. Yuxarıda, burada var 6-nı 2-yə vurduğumuz üçün bunu da 2-yə vuracaq. 2. 4-ü 3-ə vurduğumuz üçün bunu da vururuq, olur 3. 12-də olduğu kimi qalır.
Bu da bərabər olmuş olur. Yuxarıda var deməli 6, aşağıda var 12. Tərsinə də çevirəndə bu da bizə 2 verəcək. B variantı. 12-ci sualda. Ardıcıl birləşdirilmiş 3 dənə naqilin müqaviməti 36-dırsa, ardıcıl birləşəndə nə edirdik müqavimətləri? Toplayırdıq və ya sayına bölürdük eyni olduğu üçün. 3n bərabərdirsə 36-ya, eyni deyil. Ona görə sayına vurmuruq. Sadəcə toplayırıq. Üçünü də toplamışıq 36 eləyib və deyir ki, 1, 3, 5 nisbətindədirlərsə, nə edirik indi bunu? Burada baxıram neçədir? Bunları topladım. Oldu 9. Düzdürmü? 36-nı 9-a bölürəm, edir 4. Deməli, 1 bölgüdürsə 4, 3 nisbətində 4 vurulsun 3-dən 12, 5 nisbətində 5 vurulsun 4-dən 20 olacaq. İndi bizdən hansını soruşur? Ən kiçiyi. Ən kiçik soruşursa 4 deyərik. Ən böyük soruşsaydı 20 deyərdik. 4 də var A variantında. 13-cü sualda. Müqaviməti 80 ohm olan naqili 4 bərabər hissəyə böldülər. 80-i 4 bərabər hissəyə böləndə nə düşür? 20 düşür. Və bu hissələri paralel birləşdirdik. Paralel olanda nə edirdik? Sayına bölürdük. 20-ni böldük 4-ə. Bu da bizə verdi 5 A variantı. 14-də. Paralel qoşulmuş 4 dənə eyni naqil. Paralel olanda nə edirdik? Sayına bölürdük. R-i bölürük 4-ə. Daha doğrusu Rx deyək də buna. Bu da bizə R verirsə. Bu naqilləri ardıcıl qoşsaq ümumi müqavimət necə olar? Ardıcıl qoşanda nə olur? Bir dəqiqə. Gəlin əvvəlcə Rx tapaq. Rx bərabərdir 4R-ə. Onda bir dənəsinin qiyməti 4 R-dir. Və 4 dənədirsə, bunu ardıcıl deməli qoşanda nə edirik? Vururuq 4-ə. 4 R-i də 4 R-ə vuranda olacaq 16 R A variantı. On beşinci sual. Şəkildəki elektrik dövrəsində KL nöqtələri arasındakı ümumi müqaviməti tapmalıyıq. Baxıram ki, 6 və 3 bir-biri ilə paraleldirsə, nə edirəm? Bunları sürətdə bir-birlərinə vururam, məxrəcdə toplayıram, ixtisarlarımızı da apardıq, 2 qaldı. Bu ikisi gedir, yerində bir dənə 2 yazırıq. Və bu 2 ilə bu 4 öz aralarında ardıcıldır. Toplanır, olur 6. Sonra bu 6 ilə də 3 paraleldir. Bunları bir dəfə sürətdə bir-birlərinə vururam. Bir dəfə də toplayıram məxrəcdə. Cavab eləyir 2 A variantı. 16-da yenə də, indi isə başqa cür deyir. KL nöqtələri arasındakı ümumi müqavimət 2R-dir. Baxaq, KL-in arasında ümumi müqavimət 2L-dir və bizdə birini məhsul veribsə, nə edək? Gəlin ilk öncə hərfləndirmə metodu ilə bunu hərfləndirək, sonra məsələyə keçid edək. Baxıram. Baxaq, buradan K hərfini yazsam və K hərfini gətirə bildiyimiz bütün yerlərə gətirirəm. Digər tərəfi də bir L-lə yazıram. Yenə deyirəm, mən buna da çox aydınlıq gətirməyəcəm, çünki bu haqda kifayət qədər danışmışıq. Burada da digər bir A hərfi yazıram. İndi K-nı bir kənardan yazdıq. Bir dəqiqə. L-i bir kənardan, A-nı da ortadan. Gəlin düzək. Bax, bu 2R harda yerləşir? K ilə A-nın arasında. X harda yerləşir? O da K ilə A-nın arasında. X. Sonra 2R A ilə L-in arasında. 2R. Və bu 6R isə K ilə L-in arasında. Birbaşa K ilə L-in arasında 6R var. Və bizə deyir ki, ümumi tutumumuz 2R-dirsə. Gəlin indi keçək məsələyə. Bax, burada artıq tənliklərdən istifadə edəcəyik yavaş-yavaş mərhələli şəkildə. Baxın, bax, bu yuxarının ümumilikdə. Bax, hamısını birgə bir X götürsək. Bu yuxarıdakı X-la 6R bir-biri ilə paralel yerləşir. Paralel olanda müqaviməti nə edirdik? Sürətdə bir-birinə vururduq, məxrəcdə isə toplayırdıq. Bir dəqiqə.
Bu eğri yazmayacağım, elə 6 ilə yazıram. 6x sürətdə bir-birinə vururuq, məxrəcdə isə toplayırdıq və bizə deyir ki, ümumi müqavimət 2-yə bərabərdir. Və bunu 2-yə bərabər eləyirik. Yəni, buradakı proseslər, bax, burada proseslər gedəndən sonra onsuz da yekun nəticəni biz bundan paralel götürəcəyik də. Ona görə elə oranı opşi bir x kimi düşündük və nəticəni də bizə deyir ki, nəhayətində 2r-dirsə, nəhayəti 2-yə bərabər elədik. Buradan gəlin ilk öncə x-i tapaq. 6x bərabərdir. Bax, bu 2-ni məxrəcə yayıram. Deməli, 6 ilə 2-nin 12 üstəgəl 2x. Buradan da 12 bərabərdir 4x-a, x da bərabərdir 3-ə. Bu belə. Biz ümumi x-imizi 3-ə bərabər elədik. Nə deməkdir o? Da burayla işimiz bitdi. Bax, bu 6 yer bizə lazım deyil. Bax, indi bu aradakı var ha. Bax, bunun içərisi 3-ə bərabərdir. İndi gəlin bunun içərisinə baxaq. Bax, bunun içərisi 3-ü yazım kənardan unutmayaq. Bunun içərisində bax, bu hissəni, indi də bax, bu hissəni ümumilikdə x götürürük. Çünki bilmirik nə qədərdir. Bax, buradakı hissəni x götürsəm, nə baş verəcək? Buradakı bax, bu hissəni x götürsək. Bu x-la, bax, buradakı 2r ardıcıl olmuş olacaq. Ardıcıl olanda nə edirdik? Toplayırdıq. Gəlin toplayaq, x üstə gəlsin 2r və bu da bizə ümumi bayaq nə tapmışdıq? 3. Bu da bizə verməli idi 3-ü. Onda nə edirik? Burada onda bu r-ə ehtiyac yoxdur, elə əmsal kimi yazmışıq. X bərabər oldu nəyə? 2-ni də çıxaq kimi atırdıq 1-ə. İndi buradan x artıq 1-ə bərabər elədik. İndi buranı artıq örtürəm. Da burayla işim bitdi. X 1-ə bərabərdirsə, bax, yəni bu topanın içi 1-ə bərabərdir. Bu topa da bir-biri ilə paralel yerləşirsə, paralel olanda nə edirdik? Bunları bir dəfə yuxarıda məxrəcdə bir-birinə vururduq, sürətdə də toplayırdıq və bizə deyir ki, bu 1-ə bərabərdir. Bu nə deməkdir 1-ə bərabərdir? Yəni sürətlə məxrəc bir-birlərinə bərabərdir də, nisbət 1-dir. Onda yazıram 2x bərabərdir. X üstə gəlsin. 2 üstə gəlsin x. Buradan da x bərabər olur 2-yə. Yox, elə x bərabər olur 2-nin özünə. Vəssalam. Elə biz də bayaqdan x axtarırdıq. X də bərabər oldu 2r-ə. İndi mən r-ləri orada yazmadım, beynimiz qarışmasın. X bərabərdir 2r-ə. Bunu neynədik? Mərhələ. Ən yuxarıdan başladıq. İçəriyə keçdikcə tədricən işlədik. Bu da bizə 2-ni verdi. On 7-ci sualda şəkildə elektrik dövrəsində I1-in 2-yə nisbətini baxaq. Görək nə verib bizə. Aha, I1-in I2-yə nisbətinə gəlin baxaq. Gəlin bax, nə edək burada? Yəni, sahəni mən düzəldim, tənzimləyim. Burada nə edirik? Baxıram ki, aşağıda, bax, buradan naqil qollar ayrılır. Gəlin yuxarı, bax, bunu tən yarıya bölsək, bax, bu qolları. Yuxarını ayrı tapaq müqavimətini, aşağının da müqavimətini ayrı tapaq. Aşağıda 2 dənə müqavimət var və ardıcıldır. Ardıcıl olanda da biz bilirdik ki, nə edirik? Toplayırıq. 15 ilə də 5-i topladım, elədi 20. Vəssalam, bundan ibarətdir. İndi keçirəm yuxarıya. Yuxarıda isə baxıram, bax, bu ikisi bir-biri ilə ardıcıldır. Ardıcıl olanda toplayırdıq. Topladıq, ikisinin əvəzinə bir dənə 6 tapdıq. Sonra bu 6 ilə bu 6 paraleldir və eyni qiymət olduğuna görə paralel olanda nə edirdik? Sayına bölürdük. Götürürük bu 6-nın birini 2-yə bölürük saylarını. Bu da bizə verir 3. Yəni bu ikisini də silirik, yerinə bizə dənə 3 yazırıq. Sonra isə bu 3 ilə bu 7 ardıcıl olur. Ardıcıl olanda nə edirdik? Topladıq. Ümumisi oldu 10. Baxın indi. Baxın, aşağıya ümumi gedən müqavimət 20-dir. Yəni, bax, bu aşağı, bir də buraları silim, beynimiz qarışmasın. Çünki biraz vaxt aparan qarmaşa suallardır təbii ki. İndi, bax, bu ikinci qol ki var, aşağıya gedən qol. Aşağıya gedən qolun ümumi müqaviməti 20-dir. Yuxarıya gedən qolun ümumi müqaviməti 20-dir. 10-dur. Onda, gəlin başlanğıcda biz, başlanğıcda cərəyan şiddətini özümüzdən bir qiymət verək. Elə bir qiymət verək ki, hesablama asan olsun. Bax, elə gəlin bunun cəmini verək. 10-dan 20-ni ki, bizə asan olsun. Hər zaman elə qiymətlər verin. Başlanğıcda cərəyan şiddətini I1-i bərabər eləyirəm 30-a. 30-la gəlir. Gələndə bunu parçalayacaq. Axı, bir hissəsi yuxarı qalxacaq, bir hissəsi aşağı düşəcək. Və biz bilirdik ki, cərəyan şiddəti müqavimətlə tərs asılıdır. Ona görə, baxın, 10 yuxarıdadır, 20 aşağıdadır. Bax, əlimizdəki bu 30-u da yarı parçalayırıq. Sadəcə bir məsələ var ki,
Elə bir ki, çoxu yuxarı atırıq, azı aşağı atırıq. 2-nin 1-ə nisbətindədir. Sadəcə olaraq tərs asılı olduğu üçün böyüyü yuxarı, kiçiyi aşağı veririk. Tərsinə paylayırıq da bir sözlə. İndi ümumilikdə cəryan şiddətini payladıq. 20 yuxarı, 10 aşağı. İndi aşağı ilə bizim işimiz bitdi. Çünki biz də buradan gəldik və yaxud da ki, elə gəlin aşağıdan başlayaq. 10 deyil cəryan şiddəti. Bax, bu 10-u gətirdim. Bunun hər birinin üstündən 10 keçir. Çünki biz bilirdik, ardıcıl olanda eyni keçir. Gəlir. Burada bax, 10-dan saxlayıram burada. Və salam da aşağı ilə işim bitdi. Gəlin aşağını bir qəşəng xətt çəkim ki, sonra bu bizi, yəni gözümüzü yormasın da belə deyək. Bir dəqiqə. Çünki çox qarışıqlıq olanda istər-istəməz insan yorulur. Aşağı ilə işimiz bitdi bizim. Da buradan ala bildiyimiz, bax bu 10 idi, bunu da aldıq, yazdıq ora. Bir dənə qaldı yuxarı. Görək yuxarıdan nə edə bilirik. Baxaq, bax bu 20 cəryan şiddəti gəlir. Bax bu 7-nin üzəri ilə elə 20 olaraq keçir. Gəlir. Bura çatanda artıq 2 parçalanır. Bir hissəsi bura gəlir, bir hissəsi aşağı düşür. Bəs necə parçalanır? İndi gəlin ona baxaq. Yuxarının ümumi müqaviməti 6-dır. Aşağıda da ardıcıl olduğu üçün nə edirik? Toplayırıq. Topladıq, bu da elədi 6. Baxıram ki, aşağıda da müqavimət 6-dır, yuxarıda da müqavimət 6-dırsa, cəryan şiddətində nə edirəm? Elə yarı-yarı bölürəm. Eyni qiymət olduğu üçün 20 deyildi. 10-u yuxarı gedir, 10-u aşağı düşür. Vəssalam. İndi bax buradakı bu 10 da. Bax buradakı bu 10 da gəlir hər ikisinin üstü ilə çatır bura. Bir dənə də 10 buradan gəldi. Vəssalam. Burayla da işimiz bitdi. Bunun da üstünü örtək də bununla da işimiz bitdi. Aldığımızı aldıq biz buradan. Şimdi gəlir indi yuxarıya. Yuxarıda nə qalmışdı? 10 qalmışdı. Da elə 10 da bax bunun üzəri ilə gəlir, keçir bura. İndi bizə nə deyir? I1-in I2-yə nisbətini soruşurdu bizdən. I1 yəni bax buradakı cəryan şiddəti. Buradakı cəryan şiddətini nə tapdıq? 10 tapdıq. I2 isə bax bunun ümumisidir. Yəni bax bu xəttin üstündə. Bunun ümumisi də 30-dur da. Heç bunu bura düzməyə ehtiyac yoxdur. Yəni başlanğıcda 30-dursa sondan da 30 çıxacaq da. Yəni bir tərəfdən 30 vermişiksə cəryan şiddətini, axırda da 30 olacaq onsuz da. Yenə də belə lap dəqiq yazdıq da. Bu da oldu 30. İxtisarımız da getdi. Yerdə qaldı 1/3. 1/3 də hardadır? Y variantında. On 18-ci suala baxırıq. Şəkildəki 6 ohmluq naqillərlə qurulan sistem, deməli K açarı açıq olanda R1 olur, qapalı olanda R2 olursa, gəlin ilk öncə açıq vəziyyətinə baxaq. Açıq vəziyyətinə buradan bir müsbətlə gəlirəm. Məsələn, A var, A hərfi ilə işarə elədik. Gəldik, çatdıq bura. İndi digər tərəfi də bir B hərfi kimi götürsək. B də gəlir, buradan keçə bilmir axı, açar açıqdır. Məcbur qalır bu tərəfdən yoluna davam edir və salam. Gəlin hərflərimizə baxaq. A buradadır, B də buradadır. İndi baxın, A ilə bax bu ikisi necə olacaq? Bax, deyə bilərsiniz ki, məsələn, burada bir kəsişmə olsaydı, mən burada bir hərf yazardım. Ancaq yoxdur deyən, bu ikisi bir-biri ilə ardıcıldır. Baxın, bax bu ikisi bir-biri ilə ardıcıldır. Deyə bilərsiniz ki, bu nədir? Bu kəsişmə yoxdur, axı bu davam eləmir. Ona görə bunu hesaba qatmırıq. Və bunu da biz uzadanda elə bir naqil kimi düşünüb, uzadanda bir sim kimi, məftil kimi. Görürsünüzmü? Elə ardıcıl olur. Ona görə də və hər biri də 6 verib bizə. Bu 6 ilə bu 6 ardıcıldır. Ardıcıl olanda nə edirdim? Toplayırdım. Topladım oldu 12. Burada var bir dənə 12. Aşağıda da bir dənə 6 var. Bu 6-nı da buraya yazıram və bunlar paralel olduğu üçün bunları məxrəcdə bir dəfə vururuq. Sürətdə də toplayırıq. Nəticə də bizə nə verdi? 4. Deməli, K açarı açıq olanda R1-imiz 4-ə bərabər olur. Bu belə. İndi gəlin açarı qapayaq. Görək qapayanda nə olacaq? Açarı qapadıq. Davam edirik. Qapayanda indi buradan bir A hərfi yazıram. A-nı gətirə bildiyimiz hər yerə gətirirəm. Digər tərəfdən də bir B hərfi yazıram. B-ni də gətirə bildiyim bütün yerlərə gətirirəm. Və baxıram ki, B neyniyir? Bax, bu açar qapanı, baxın, bunun üstündən buna körpü düzəlib. Özü üçün rahat-rahat gedir. Və nəhayətində baxırıq ki, bax, bu hissə sıfırlanır. Çünki 2 dənə göyün arasında yerləşir. Bunun heç birini hesaba qatmırıq. Da bu yoxdur, qapanıb. Açıq dövrədir. Bir dənə qaldı bu ikisi. Bu ikisi də hər ikisi A ilə B-nin arasında yerləşir.
paraleldir və hər ikisi də 6-dırsa, paralel olanda nə edirdik? İkisi də 6-dır da onsuz da. Sayına böləcəyik, yəni 2-yə, bu da eləyəcək 3. Yəni R2 də bərabər oldu 3-ə. R1-i də R2-yə böləndə 4-ü bölürəm 3-ə, bu da eləyir D variantı. Şəkildə dövrədə reostatın sürücüsü M nöqtəsində olduqda ampermetrin göstərişi 4A olar. Baxın, sürücü burada M nöqtəsindədir. M nöqtəsində olanda, baxın, deməli göstəriş cərəyan şiddəti A-ya bərabər, 4-ə bərabər olmuş olur. Sonra deyir ki, reostatın sürgüsü N nöqtəsinə aparılarsa, onda ampermetrin göstərişi neçə A olar? Baxaq. Demək, burada necə işləyəcəyik? Cərəyan şiddəti. Burada əslində bir tərəfi boş verirdilər adətən. Bir tərəf boş olmalıdır. Baxın, bu reostatın qolu var, bax, yuxarıdakı bu ox. Oxun birləşdiyi tərəfə baxmayın. Birləşdiyi tərəfə baxmırıq. Bunun birləşmədiyi boş hissə ki var, hansı ki birləşmədiyi tərəf, bax, bu sağ tərəf. Bu sağ tərəfə əsasən başlanğıcda 1 dama idi və bu aralar eynidir də. Başlanğıcda x qədər idi məsafə. Sonra artdı oldu 2x qədər. Yəni bax bu lazımı hissə ki var, bax bu tərəf bizə həmişə bu oxun gəldiyi tərəf yox, əks tərəfi lazımlı hissə kimi götürün. Bax bu sağ tərəfi lazımlı hissə kimi götürürəm. Başlanğıcda x qədər idi. Sonra sürgünün qolunu sürüşdürdük bu tərəfə, oldu 2x qədər. Yəni bax məsafə 2 dəfə artdı. Bu lazımı hissə 2 dəfə artdı. Lazımı hissə 2 dəfə artdı o deməkdir ki, müqavimət də 2 dəfə artdı. Bəs müqavimət 2 dəfə artanda cərəyan şiddəti durarmı? Xeyr. O da neyniyər? 2 dəfə azalar. Çünki müqavimətlə tərs asılıdır. Cərəyan şiddəti də 2 dəfə azaldı. Başlanğıcda 4 idi, 2-yə böldüm, oldu 2.